Hər vaxtınız xeyir olsun. Siz istədiniz, mən sizə hazırladım. Çiyələşli dondurma resepti. İlk öncə çiyələşlərin saplaq hissəsini təmizləyib belə xırda doğrayıram. Sonra çiyələyin yarı hissəsindən çoxunu belə qabın içərisinə əlavə edib cəngəllə əzirəm. Bir qabın içərisinə 2 qutu qaymağı əlavə edib mikserlə qarışdırıram. Belə həcm artdıqdan sonra içərisinə zövqümə görə şəkər pudrası əlavə edirəm. Biraz qarışdırıb əzdiyim çiyələkləri içərisinə əlavə edirəm. Biraz daha qarışdırıram. Sonra isə doğranmış halda qalan çiyələkləri içərisinə əlavə edib qarışdırıram. Bəs siz dondurmanı hansı halda xoşlayırsınız? Mən daha çox şokoladlı dondurmanı xoşlayıram. Soyuducuya qoyacağım qabın içərisinə əlavə edirəm. Üzərini düzləşdirib qapağını örtürəm. Tamamilə donana qədər soyuducunun buzluq hissəsinə qoyuram. Gördüyünüz kimi dondurmanı siz də bu qədər asanlıqla hazırlayıb nuş edə bilərsiniz. Dondurma tamamilə donduqdan sonra servis edirəm qabların içərisinə. Üzərinə çiyələş dilimləri əlavə edirəm. Çox dadlı alınır. Siz də mütləq hazırlayıb nuş edin. Bu günü də məndən bu qədər olsun dəyərli izləyicilər. Yeni videolarda görüşmək üzrə inşallah.